Bildiyimiz kimi 27 sentyabr şəhidlərin anım günüdür. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Allah Teala şəhidlərimizi Kərbəla şəhidlərlə məşhur eləsin, İmam Hüseyin əleyhissalamdan və eyni zamanda qazilərimizə can sağlığı, gözəl ömür, gözəl aqibət nəsib eləsin inşallah. Ki 44 günlük Qarabağ müharibəsində qısa müddətdə bizim bu cür böyük zəfər əldə etməyimizdə biz həm şəhidlərimizə, həm də qazilərimizə borcuyuq təbii ki. Canın Allah yolunda fəda verməyə və öz canından Allah yolunda torpaqların azad olunması, ali dəyərlərin qorunması yolunda görürsən, mömin şəxslər, fədakar insanlar, igid oğullar çıxdılar ortalığa. Onların dəyərin, Allahın zəhmətin Allah Teala torpaqlarımızın geri qaytarılması ilə, böyük zəfəri əldə etməyimizlə mükafatlı. Həm onların, həm də 1-ci Qarabağ müharibəsində şəhid olanların sanki intiqamı alındı. Hamısının mükafatı bu zəfərlə bizə verildi. Allaha həmd sənalar olsun bu zəfərə görə və Allahdan təmənnamız budur ki, cəmi haqsızlıq qarşısında ölkəsinə, torpağına təcavüz olunmuş ölkələr ki, belə bir azadlığı, belə bir zəfəri arzulayırlar. Allah həmin xalqlara da bu zəfəri nəsib eləsin. Və bir dil ədəbiyyat müəllimimiz var, əməkdar müəllim statusu alıb. Onun bir şeiri var. Bizim şəhidlərimiz, 44 günlük müharibənin şəhidləri bildiyimiz kimi şəhadətləri payız ayına düşüb, onu uyğunlaşdırıb qələmə alıb. Deyir ki, qəhrəmanlıq ətri gəlir payızdan. Qəhrəmanlıq ətri gəlir payızdan. Oğulların şəhid olan fəslidir. İgidlərin vətən üçün can verib, payız əsl qəhrəmanlıq fəslidir. Keçilməz dağları keçən oğullar, Şuşanı atəşsiz alan oğullar, torpağı bağrına basan oğullar, payız yurdumuzun uğur fəslidir. Allah'ın bir izzət cəlalı xatirinə şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa inayət eləsin və o məqama hamımızı layiq eləsin inşallah. Şehidlere selam ola, şehidlere selam ola, şehidlere selam ola, şehidlere selam ola. Bismillahirrahmanirrahim. Allahu Ekber, Allahu Samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ehad. Allahümme salli ala Muhammed. Hamımız diye Allah rahmet eylesin. Allah sizlerden razı olsun. Allah kabul etsin. Allah kabul etsin.